Yaxşı diyetoloqu necə seçək? Yaxşı sualdır. Pasient diyetoloq ünvanına üst tutubsa, mütləq şəkildə problemini birinci diyetoloq öyrənməlidir, ondan sonra ona diyet tərtib eləməlidir. Necə gəldi diyet tərtib eləmək qətiyyən düzgün deyil. Tamam, şəxs çəki ata bilər, amma ondan sonrasında yetəri qədər problemlər yarana bilər. Şəxsən mənə Instagram üzərindən gələn mesajlardan deyirəm, şəxs diyetoloqa üst tutub və deyir ki, mən bu diyeti eləyəndə nə qədər müddətdir ürək bulanmam yaranır və özümü çox pis hiss eləyirəm. Diyet tərtib olunmamışdan qabaq analizlər verilir. Problem nədirsə, o diyet bitəndən sonra təkrar analiz verəndə o problemlər artıq aradan qalxmalıdır. Yəni qidaya bağlı olan əsasən problemlər. Yəni fokusumuz nəyə olmalıdır? İnsanın sağlamlığına olmalıdır. Bəli, mütləq şəkildə. Misal üçün, yəni pasient gəlir sizə ki, hə mən çəki vermək istəyirəm, yaxud da çəki almaq istəyirəm. İndi çəki almaqla yəqin ki, gəlmirlər. Çəki vermək istəyirəm, sürətli şəkildə çəki verim. Siz indi izah edirsiniz ki, onlardan qaçırlar da adətən misal üçün. Hə, istəyir ki, mən bir ay ərzində 10 kilo, 15 kilo atım. Axı bu sənin sağlamlığın üçün. Bəli, olub. Pasient müraciət edib, mən bir ay ərzində 15 kilo arıqlamalıyam. Mən izah eləməyə çalışmışam ki, bu normal bir şey deyil. 15 kilo atmaq biraz da mümkünsüzdür. Ya bədəndən su atılmalıdır, ya əzələ sərf olunmalıdır. Müəyyən qədər də pi ata bilərsiniz, belə deyim. Pi yandıra bilərsiniz ki, çəkiniz içsin. Elə olub ki, məndən razılaşmayıb, sağollaşıb məndən. Amma mütləq şəkildə sağlamlıq önəmli bir şeydir. Yəni necə gəldi diyet eləmək də normal deyil. Bəzən internetdə yazırlar, şok diyetlər çıxır. Yəni bu şok diyetlər özünü 1-2 gün, uzağı 5 gündən artıq eləmək olmaz, normal deyil. Qısa müddət ərzində həm müəyyən bir çəki itkisi olur, ödemlə yanaşı, amma o cür qidalanma normal hesab eləmirəm mən. Sağlıqlı bulmuram. Yəni sağlam çəki vermə neçə kiloqram olmalı? Ya bu fərdə görə dəyişirmi? Fərdə görə dəyişə bilir, amma normalda bir ay ərzində 3-4 kilo atmaq kifayət, yağdan əsasən çəki atmaq kifayət qədər normaldır.